Salam, hər vaxtınız xeyir olsun, abituriyentlər. 8-ci siniflərin keçilmiş o dəqiqə suallarımıza baxırıq. Vaxt itirmədən başlayaq. Birinci sualımız elə həndəsə nəsl anlayışlarına aiddir. AOD bucağını verib, buranı verib 140, buranı verib DOS-ni 110. Bura bütövlükdə 250 edirsə, o zaman bura nə qalır? 110 qalır yenə. Və bu da tənbəlon olduğuna görə 110-u da 2 yerə bölərik. Olar 55. Yəni bunun hər biri 55 dərəcədir. Bizə də buranı soruşur. D variantı. İkinci sual tənasüb. Deməli 2,7 saata 45 kilometr gedirsə velosipedçi həmin sürətdə 3 saata neçə kilometr gedər? Sürət dəyişmir. Deməli bu düz mütənasibdir. Böyle 3 saata nə qədər gedər? Hər hansı bir S. Tənasübü yazsaq 2,7 vurulsun. S bərabərdir 3 vur 45. Və burada 9 ixtisar aparsaq, burada 0,3 S bərabərdir 3 vur 5 qalar. S də bərabərdir 15 böl 0,3. Bu deyir neçə? 150 bölü 3, yəni 50. İkinci sualın cavabı. Üçüncü sual. 240-ın neçə sadə böləni var? Biz o zaman 240-ı sadə vuruqlarına ayıraq. Ən sürətli sadə vuruqlarına 24 vur 10. Sonra bunu da parçalayarıq. 2-nin kubu vur 5, vur 3, vur 2, vur 5. Bu da gəlir 2 üstü 4, 3, vur 5. Sadə bölən deyəndə müxtəliflərin sayını götürürük. 2 bölü 3 və 5. Olur Y variantı. 34. Verilən ifadələrdən hansılar doğrudur deyir. Deməli 2 tam %25'i biz nə yazarıq? 2 tam %25. Bu da eləyər 2 tam 4'də 1. Yəni 5'də 1 yox. Onca bir səhvdir. 5 tam 20'də 3'ü biz 5 tam %15 yazarıq. Bu da doğrudur. 2 doğrudur o zaman. 4 tam 7'də 2'ni biz nə yazarıq? 4'də 7'də 7 vur 4 plus 2. 30 yazarıq. Bu 13 verir. Səhvdir. 3'də 2'ni də biz 9'da 6 yazarıq. Bu da 4'də 6 eləyər. Yəni doğrudur. O zaman 2 ilə 4 olmuş olar. Sonra 35-ci sual mütənasibliyə aid bir sualdır. 240-ı 1,8 nisbətində bölüb. O zaman 1,8 nisbətindədirsə x, 3x, 8x deyə bilərik və bunların cəmiyyəti olmalıdır. 240 olmalıdır. Deyir 12x 240 x də bərabərdir nəyə? 20'ye. Aparıb yerinə qoysaq alınan ədədlərin ən böyüyünü tapın. O zaman biri 20 imiş, biri 60 imiş, biri 160 imiş. Bu da eləyir Y variantı. 36. OD şurası AOC-nin tənböləndir. Alfa alfa. Buranı 40 verib. Bura 40'dırsa o zaman 2 alfa nə qədərdir? 140 qonşu budaqlara görə. Alfa da alınıb 70. Bizdən hər hansı oluşur? BOD. 70 ilə də 40'ı toplasam eləyər 110 A variantı. 37. Bizə nəyi soruşur? A çox C və B kəsmə C-nin çoxluğunun element. A-nın elementləri hansılardır? A-nın elementləri 1, 3, 5, 7. C-nin elementləri nədir? 2, 4, 6, 10, 11. A çox C nə deməkdir? Ancaq A-da olanlar. Ortaq yoxdur ki, biz onları çıxardaq. Deməli, birinci ifadənin cavabı 1, 3, 5, 7-dir. Yəni ki, ortaq element yoxdur ki, biz A-dan çıxardıb sadəcə A-da olanları tapaq. B ilə Z-nin kəsməsi nədir? 2 ilə 6. O zaman 2 ilə 6 ilə 1, 5, 7-ni birləşdirsək, toplam neçə element olar? 6 dənə element olar B variantı. 38. Hansı 18-ə bölünür? 18-ə bölünmənin qaydası nədir? 2-yə və 9-a bölünməlidir. 10 hamısı 2-yə bölünür, sonra cütdür. Qısacası rəqəmlər 9-a bölünməlidir, rəqəmlərin cəmi 9-a bölünməlidir. Rəqəmlərin toplasaq neçə eləyər? 7, 7, 14, 18. Deməli, bu rəqəmlərin cəmi 18-i 9-a bölünür. Deməli, A doğrudur. Bu A 5, 5, 5. Burada 5, 5, 5, 15. Bu da 3. Neçə edir? 18. Bu da rəqəmləri cəmi bölünür. Ona görə B də doğrudur. Ona görə doğruca belə C olacaq. Burada isə rəqəmlərin cəmi 25 edir. 25 9-a bölünür. Keçək tənasüb sualına. Burada yazaq.
Tənasübün əsas xassəsi nədir? Kənar hədlərin hansı orta hədlərin hansına bərabərdir? 5x bərabərdir 24-də, x də bərabərdir 5-də 24. 24 də 5-ə bölsək 4,8 eləmiş olar. 39 A variantı. 40-cı sual ilə davam edək. Deməli, qammanı burada biraz yaxınlaşdıraq ki, daha yaxşı görünsün. Qamma burada əldə edim. Burada 90 uyğun tərəfə perpendikulyar verilibsə, bu iki cəmi, bucağın cəmi 90 dərəcə eləməlidir. O zaman alfa ilə 50-nin cəmi 90-dırsa, o zaman alfa nəyə bərabərdir? 40-a bərabərdir. Və bu bucaqlarda eyni adlı bucaq olduğuna görə, hər ikisi iti bucaq, eyni iti bucaq olduğuna görə, o zaman beta 40 dərəcədir. Bizdən də alfa ilə betanın cəmini istəyir. Bu zaman yenə olacaq necə? Alfa ilə betanın cəmi 80 dərəcə. 47 plus 14-də 5 hissəsi yolun 14-də 5-in getdi. Əgər yol x-dırsa, 14-də 5 x-in gedib, qalıb nə qədər 14-də 9 x. Mənzil başına çatmağa 18 kilometr qalıb. Deməli, bu qalan nəyə bölünür? 18-ə. Biz x-i tapsaq, o zaman 18-i tənasüblə 14-ə 9-a bölərik. Bunlar da sıra aparsaq 2, 2-ni də 14-ə vursaq 28 yolun bütöv uzunluğu. 48 bunu və mərtəbə vahidlərini açılış kimi yaza bilərik. 10A plus B plus 7, daha doğrusu 100A plus 10B plus 7 çıx 10A plus B mötərizədən bərabərdir 178. Sadələşdirsək 100A-dan 10A çıxsaq 90A, 10B-dən B çıxsaq 9B, 7-ni də sağa keçirsək 171 kimi olar. Hər tərəfi 9-a bölsək nə olar? 171 də o zaman 9-a bölsək 19. 10A plus B 19-sa biz bunu geri qaytarıb AB üstü xətt kimi yazarıq. O zaman A1, B9-dur. A1, B9. 1 ilə də 9-un hansıdır bizə nəyi verər? 9-u vermiş olar. İkinci cavab oldu. 9. 49-cu sual. Uyğun tərəflə paralel bucaqlar 2-3 nisbətindədir. Uyğun tərəf paralel bucaqlar ya bərabərdir, ya cəmi yüzəşərdir. Nisbəti 1/1-dən fərqli veribsə, çünki bərabər ədədlərin nisbəti ki, bu fərqli ədədlər ola bilməz, eyni ədəd olmalıdır. O zaman bunların cəmi 180-dir. 15x 180 olarsa, x o zaman nəyə bərabərdir? 12 dərəcəyə hər bir nisbət. Sabit daha doğrusu. Bu bucaqların kiçiyinin dərəcə ölçüsü. Bizdən 2x-i soruşur. Bu da edir neçə? 24 dərəcə. Keçək vaxt itirməyə 50-ci sual. İlk 100 natural ədəddən 6-ya bölünüb 8-ə bölünməyənlərin sayını soruşur. Biz nə edirik? O zaman birinci 6-ya bölünənlərin sayını tapaq. 6-ya bölünənlər hansılardır? 6, 12, ta ki 96-ya qədər. Biz də intervalda ədəd sayını tapanda nə edirik? Ən böyükdən ən kiçik çıxıb, fərqə bölüb üstünə 1 gəlirik. Daxildirsə hər ikisi. Bu da edir neçə? 90/6. 15, bu da 1. 16 dənə ümumilikdə nə var? 6-ya bölünən ədəd var. 8-ə bölünməyənlərdə. İndi baxaq. Məsələn, 6-dır, 8-ə bölünmür. Onu demə, bunları götürə bilərik. 18, amma 24-dür, məsələn, burada 24 var. Mən götürə bilmərəm. Daha sonra nə var? 6 həm 6-ya bölünsün, amma 8-ə həm 6-ya həm 8-ə bölünsün. Daha sonra 30 bölünmür, 36 bölünmür, 42 bölünmür, 48 bölünmür. Qısacası əkobuna bölənləri tapmalıyam. O zaman həm 6-ya həm 8-ə bölünən ədədlər hansılardır? 24-ə bölünənlər. Birincisi 24-də, axırıncısı 96-dır yenə. O zaman nəyə bölməliyəm? 24-də bölünənlərdən sayını tapmalıyam. Bunu da bu tərəfdən yazaq görək neçədən 24-də bölünən ədəd var. Ya bir-bir sayarıq. 24, 48, 72, 94-dən olacaq. Ya da 96-dan 24-ü bölüb, 24-ü çıxıb 24-ə bölüb üstünə 1 gələrik. Bu da deyər 3, 3-ün üstünə 1, 4 dənə. Ya da hansı ədədlərdir? 24, 48, 72, 96. Bunları çıxmalıyam. Çünki burada hər ikisi bölünür. 16-dan da 4-ü çıxsaq, qalar o zaman 12. 51. Müəyyən yükü daşımaq üçün hər biri 6 ton yük götürən, rəngi dəyişək,
Alınçı avtomobil lazımdır. Bu yükü daşımaq üçün. Yük sabitdirsə, demək bu tərs mütənasibdir. Yəni 6 tona əgər 12 avtomobil lazımdır, 9 tona nə qədər lazımdır? X. Yəni avtomobil həcmi artanda e, əgər yük daşınan yük sabitdirsə, deməli belə deyək ki, avtomobil sayı azalır. Çünki həmin o avtomobil tutumu çoxalırsa, əlavə avtomobil ehtiyac qalmır. O zaman təsərrüfat yox, qarşı-qarşıya vurmaq lazımdır. 9x bərabərdir 6 vur 12. X də bərabərdir 72 bölü 9. Yəni eləcək 8. Keçək 52-ci suala. 52-ci sualda bizə nə deyir? E, A və B ədədlərinin hasili 36.000. Sağda bir orta olmayan sağda var. Yəni C-si 40-dırsa kübü tap. Və kübün konkret düsturu var. Kök altında A vur, B vur, C. Gətirib 36.000 vurulsun 40 yazarıq. Burada da 4 dənə sıfır varsa, 2 dənə sıfır çölə çıxar. 36-dan 6, 4-dən də 2 çıxar. Bu da hesablanır. Neçə eləyər? 6-nı 200-ə vursaq 1200. Yekun cavab. 53. Məktəbin 1200 şagirdindən 900 nəfəri ingilis dili, 420 nəfəri alman dilini öyrənir. E, 80 nəfər isə heç biri ilə məşğul olmur. Deməli 1200-dən 80-i çıxardacağıq, çünki bizə lazım deyil. Qalır neçə? 1120. 1120 nəfərində 900 nəfər ingilis dilidir, 420 nəfər alman dilidir. O zaman 900 buradadır, 420 buradadır. Burada isə x qədər var. Yəni təkrarlanan hissə, ortaq hissə. Bizdən bu ortaq soruşur. O zaman bura nə qalır? 900 çıx x. Burada qalır 420 çıx x. Biz bunların hamısının cəmini toplasaq neçə eləməlidir? 1200, 1120. O zaman 900 çıx x, üstə gəl x, üstə gəl 420 çıx x. Bu da bərabərdir 1120-yə. X-lar buradan getdi. Bunu da toplasaq 1320 çıx x bərabərdir 1120-yə. Buradan da x-i tapırıq neçə? 200. Deməli, hər şey dilə bilir neçə nəfər imiş? 200 nəfər imiş. 54. Boru məsələsi. Birinci boru boş hovuzu 4 saat. Deməli, A-mız 4 saata doldurur. B isə 6 saata boşaldır. Borular eyni vaxtda açılarsa, o zaman 1 bölü açıq 1 bölü B hansı hissəsi boş qalar soruşur. 2 saatdan sonra 2-yə vuraq görə nə qədər dolduracaq? O zaman aparıb yerinə yazsaq, yəni düsturumuzda bu T-dir. Olacaq 4-də 1 çıx 6-da 1 vur 2. 4-də 1-dən də 6-da 1 çıxsaq 12-də 3 çıx 1 olar, 3 çıx 2 olar, vur 2. Bu deyilər, ikilərdə qısar aparsaq 6-da 1. Deməli 6-da 1-i dolar. Bizdən boş soruşur. O zaman 1-dən də 6-da 1 çıxarıq. Yəni 1-də 1-dən 6-da 1-i çıxarıq. Bu deyilər 6-da 5 və yaxud 6-da 6-dan 6-da 1-i çıxarıq. 55. AB parçası üzərində n və n nöqtələri verilib. AN 42-dir. AM-in MN-ə nisbəti 2 bölü 5. Yəni bura 2x, bura 5x-dir. MN-in MB-yə nisbəti isə 3 bölü 2-dir. Yəni onda bura 3K, burada 2K-dır. Ayrı nisbətləri ayrı sabitlərlə verməliyik. O zaman biz bunu hesablasaq. 7x bərabərdirsə, 2x neçədir? 6-dır. O zaman MN-i biz tapa bilərik ki, bura. Neçə oldu o zaman? Əgər x 6-dırsa, 5x deyər 30. İndi əgər 3K 30-dursa, 2K nə qədər olar? Biz də bunu da hesablasaq, o zaman problem x deyərəm, x deməkdə artıq bir dənə A ədədi deyərəm. O zaman A nəyə bərabərdir? 30 vur 2K bölü 3K. K-lar gedər, bu deyər 20. Və burada 20-dir. Buradan bura 42, burada 20. O zaman 42 ilə 20-nin cəmi bizə AB-ni verər. Bu deyər 62. Vəssalam. Bu formada 8 siniflərin sınağı bitdi. Növbəti videolarda görüşənə qədər kanala abunə olub izləməyi unutmayın. Sağ olun.